Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tez bir vaxtda hazırlaya biləcəyiniz asan peçenye reseptini sizinlə paylaşıram. Buna peçenye şəkərli kətə də demək olar. İndi keçək hazırlanma qaydasına. Kətələri hazırlamaq üçün 150 qram yumşalmış kərə yağı götürmüşəm. Yağı önceden soyuducudan çıxartmışam, qalıb tam yumşalıb. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Üzərinə 180 qram da yağlılığı 10% olan xama əlavə edirəm. Xamanın fərqi yoxdur. Əlinizin altında nə varsa ondan da istifadə edə bilərsiniz. Xama ilə yağı yaxşı-yaxşı qarışdırıram. Qaba 2 ədəd yumurta sındırmışam. Yumurtalardan birinin sarısını ayırıram. Bir bütüy, bir də bir yumurtanın ağını qaba əlavə edirəm. Yumurtanın sarısını sonda kətələrin üstlərinə çəkmək üçün qoyuram bir kənara. Bir paket 5 qram da vanil əlavə edib biraz qarışdırandan sonra 2 xörək qaşığı da şəkər tozu əlavə edirəm. Bu ərzaqları yaxşı-yaxşı qarışdırıram. İstifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləyəcəm. Alınan qarışıma un əlavə eləyirəm. Unun hamısını birdən əlavə eləmirəm. Xəmir yumuşaq olmalıdır. Ona görə unu hissə-hissə əlavə eləyib xəmiri yoğururam. Əvvəlcə bir hissəsini əlavə eləyirəm. 1 çay qaşığı da qabartma tozu. Bunları biraz qarışdırandan sonra yenə un əlavə eləyib xəmir yoğururam. Xəmir çox bərk olmamalıdır, yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə, bir də yumurtanın ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Belə gördüyünüz kimi yumuşaq, yağlı bir xəmir alındı. Xəmiri dəzgahın üstünə qoyub 2 yerə bölürəm. Əlimlə yuvarlayıb 2 iri kündə halına gətirirəm. Dəzgahın üstünə salafan paket sərmişəm. Kündəni salafan paketin üstünə qoyuram. Bir dənə də yenə salafan paket üstünə çevirib oxlovla yayıb böyüdürəm. Un vuranda xəmir bərkiyir, ona görə una ehtiyac yoxdur. Yumuşaq olduğu üçün çətin olur yaymaq, ona görə belə salafan paketin arasında yayanda çox rahatlıqla yayıb böyütmək olur. İstənilən şəkli vermək olur. Yayıb 4 gün şəkil verirəm. Üstəki salafanı götürürəm, belə gördüyünüz kimi təxminən 3-4 mm qalınlığında yayma yayıb açdım. Böyüdəndən sonra arasına 2-3 xörək qaşığı şəkər tozu səpirəm. Şirin sevənlər 4 xörək qaşığı da səpə bilər. Kətələr şəkərlidir, amma istənilən fərqli içliklərdə də bu kətələri hazırlamaq olar. İstəyə görə qoz ləpəsi də səpmək olar. Kişmiş də əlavə eləmək olar, amma mən elə sadə 2-3 xörək qaşığı şəkər tozu səpirəm. Şəkər tozunu səpəndən sonra videoda göstərdiyim kimi bir tərəfin ortaya doğru gətirib qatlayıram, kənarlarını əlimlə çəkib düzəldirəm. Açıq olan hissəyə də biraz yenə şəkər tozu səpirəm. Səpəndən sonra yenə yaymanı ikinci dəfə qatlayıram. Belə qat-qat şəkərli xəmir alınır. Yan hissələrini xəmir kəsəndən düzəldirəm. Xəmir yumuşaq olduğu üçün doğrayanda biraz çətin olur, ona görə ara bir xəmir kəsəni una batırıram, onda çox rahatlıqla doğramaq olar. Mən biraz 3 gün şəkildə doğradım, amma öz zövqünüzə görə istədiyiniz şəkildə doğraya bilərsiniz. Doğrayandan sonra yağlı kağız sərdiyim formaya düzürəm. Ayırmış olduğum yumurta sarısından kətələrin üstünə çəkirəm, hamısının üzərinə yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi pişirirəm.
Kətələr artıq bişib hazırdır. Çox yaxşı qabarıb, qat-qat, şəkərli, çox gözəl kətələr alınıb. Altı da çox yaxşı bişib, üstü də qızarıb. Qalır tam soyuyandan sonra artıq çay süfrəsinə vermək olar. Çox asan bir kətə reseptidir. Buna kətə, peçenye də demək olar. İçərisi də çox yaxşı bişir, qat-qat. Çox ləzzətli bir şirniyyat alınır. Siz də hazırlayın. Çox asan bir kətə reseptidir. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.